Bu gördüğünüz oğlan Nathan Anders'tir. Onun 34 yaşı var. Oslo'da bir rehabilitasiya klinikasında narkotik asılılığından müalicə alır. Uzun müddətdən sonra klinikadan şəhərə buraxılıb. Gecəni köhnə sevgilisi ilə birlikdə keçirib. Və artıq səhərdir. Boş baxışlar, mənasızlıq hissi. Artıq əvvəlki həyəcandan əsər əlamət yoxdur. Özü də buna inana bilmir. Çünki əvvəllər belə deyildi. Həyatı hiss eləyirdi. Həyəcanlı idi. Ətrafında çoxlu insanlar var idi. Gecə-gündüz əylənirdi. Amma indi özünü boş bir qutu kimi hiss edir. Bəs indi bilirsiniz hara gedir? Özünü öldürməyə. Birazdan cibinə daşlar yığacaq, sonra gölə girəcək. Səbəbini bilmək istəyirsiniz? Çünki Anders'in 34 yaşı var, amma bir həyatı yoxdur. Gedə biləcək bir ev, sevə biləcək bir qadın, ona dəstək ola biləcək bir mühit. Ən əsası özü yoxdur. Anders özünü itirib. Amma bunu bacarmayacaq. Son dəfə özünə bir şans daha vermək qərarına gələcək. Son bir gün. İnsanların arasına qarışmaq, özü üçün yenidən bir həyat inşa etmək üçün son bir şans. Bəs Anders bu bir gün ərzində o ümid etdiyi şartını görə biləcəkmi? Bu gün aylardan avqustdur. 31 avqust. Yer Oslo. Klinika bu gün Anders üçün xüsusi gün hesab edir. Çünki o, uzun müddətdən sonra ilk dəfə bir iş görüşməsinə müraciət edəcək. İş görüşməsindən öncə Anders yaxınlarına baş çəkmək qərarına gəlir. İlk ünvan dostu Thomas'ın evidir. Thomas artıq evlidir və 2 uşaq atasıdır. Anders, Thomas və ailəsi ilə vaxt keçirdiyi müddətdə ümidsizliyə qapılmağa başlayır. Çünki Thomas'tan fərqli olaraq Anders'in nə bir ailəsi var, nə uşağı, nə sevdiyi bir qadın, nə də bir işi. O gün Thomas'la söhbət əsnasında həyata nə qədər gecikdiyini, artıq yenidən başlamaq üçün çox gec olduğunu deyir. Halime bak. Şu halime bak. Yani benim elimde avucumda bir şey yok. Artık sıfırdan da başlayamam. Lakin Thomas'ın həyatı da Anders'in düşündüyü qədər parıltılı deyil. Thomas ona yaşartdıqca özü üçün sağlam bir çevrə qura bilmədiyini, qurduğu ailənin də təsəvvüründəki qədər mükəmməl olmadığını etiraf edir. Thomas obrazı üzərində biraz dayanmaq lazımdır. Çünki o nə qədər Anders'ə yaxın və onu sevən biri olsa da, sözlərinin çəkisini çox da ölçüb biçə bilməyən biridir. Məsələn, Anders onlara ziyarətə gələndə ona pivə təklif eləyir. Əgər dostun asılılıqdan əziyyət çəkirsə, klinikadan çıxdığı ilk gün ona pivə təklif etmək nə qədər məntiqli bir addımdır. Təkcə bu da deyil, Thomas Anders'ə daim keçmişi xatırladır. Onunla birlikdə necə gecələr keçirdiklərindən danışmağı xoşlayır. Amma nəzərə almır ki, bütün bunlar özü üçün xoş bir xatirə olsa da, Anders üçün bir faciə anlamı daşıyır. Həmçinin həyata yenidən başlamaq üçün bir fürsət yaxalayan insan üçün ən vacib şey ümiddir. Yəni xoş şeylər eşitmək, həyatın yaşanmağa dəyər bir yer olduğunu duymaqdır. Amma Thomas'ın ailə və gələcəyə dair bədbin danışıqları Anders'də həqiqətən də həyatda xüsusi bir məna yoxdur düşüncəsini alovlandırır. Thomas ağıllı biridir, çoxlu kitablar oxuyub, kifayət qədər təsirli danışığı var, amma bunun əksini onun öz həyatında görmək mümkün deyil. Anders ümid verməyə çalışsa da, özü öz həyatından xüsusi bir zövq almır. Ailəsindən narazıdır, həyat yoldaşından sıxılır, istədiyi işdə çalışa bilmir,
Yəni Andersə nümunə ola biləcək biri deyil. Amma qeyd etmək lazımdır ki, Thomas bunu bilərəkdən eləmir. Hətta deyə bilərik ki, hekayədə Anders üçün ən çox narahat olan insan da məhz odur. Hatırlıyor musun, bir seferinde ne demiştin? İnsan kendini yok etmek istiyorsa toplum bunu yapmasına izin vermeli. Olabilir. Sadece beni anlamanı istiyorum. Ne şekilde sonuçlanırsa sonuçlansın, bu kendi kararım olacak. Ziyarətin sonunda Anders ona intihar etmək düşüncəsinin olduğunu deyir. Thomas nə qədər bunun əleyhinə çıxsa da, bu etiraf qarşısında pasiv qalır. Təsəvvür eləyin, dostunuz ciddi bir hastalıqdan klinikada müalicə alır və ilk istirahət günündə sizə intihar etmək istədiyini deyir. Ən azından nə edə bilərsiniz? Onu tək qoymamaq və tez bir zamanda klinikaya bu barədə məlumat vermək. Amma Thomas görüşün sonunda onun şəhərdə tək gəzməsinə razı olur. İntihar mövzusu ilə bağlı da heç kimə heç bir xəbər vermir. Bunun əvəzinə Andersi axşam iş görüşməsindən sonra köhnə dostlarının yığıncağına dəvət edir. Bu isə ona edilə biləcək ən böyük pislikdir deyə bilərik. Çünki Andersin keçmiş həyatında onun gələcəyini işıq tuta biləcək heç bir insan yoxdur. Bir daha qeyd edeyim ki, Thomas həqiqətən Andersi çox istəyir, amma xarakter olaraq çox passiv və laqeyd biridir. Anders iş görüşməsinə qatılır. Müsahibəni götürən şəxs ürək açan biri deyil. Özünü bəyənmiş adamdır. Andersə çox qeyri-ciddi yanaşır. Anders əslində işlə bağlı olan suallara çox yerində, dolğun cavablar verir. Şirkətin keçmiş və gələcək fəaliyyətləri ilə bağlı dəqiq proqnozlar verir. Hətta tənqidlər irəli sürür. Müsahibəni götürən şəxs bir yerdə başa düşür ki, qarşısındakı adam ondan daha uzaq görən və yaradıcıdır. Daha sonra Andersin CV-sindəki müəyyən zaman aralığında olan boşluqlara ilişməyə başlayır. Həmin illər Andersin qaranlıq keçmişinə aiddir. Anders o mövzulara girmək istəmədiyini üstü örtülü şəkildə desə də, adam əl çəkmir. Və nəhayət Anders hər şeyi açıb danışır. Ardınca iş müraciətini geri alıb, onu zibil qutusuna tullayır. Təsəvvür edin ki, bir ölkədə yaşayırsınız, amma o ölkədə danışılan dili bilmirsiniz. Amma bir məsələ var ki, dili bilməsəz də insanların dediklərinin hamısını tam şəkildə başa düşürsünüz. Hər şeyi anlayırsınız, amma onlarla ünsiyyətə girə bilmirsiniz. Andersin vəziyyəti eynilə bu hala uyğundur. İnsanların içindədir, onlara qulaq asır. Onların arzuları, xəyalları, hədəfləri, karyera planları, amma özü bu mənzərənin çölündədir. Aid hiss eləmir. İstəyir ki, o da hər kəs kimi söhbət eləsin, insanlara qaynayıb qarışsın, amma bu mümkün deyil. Burada bir şey vurğulamalıyım. Bu hal romantik bir hal deyil. Müasir dövrdə hər kəs öz adının qarşısına yalquzaq sözünü əlavə etməyi sevir. Kimdən soruşsan, hər kəs sürüsündən ayrı düşüb. Amma kofeşopda oturub, qəhvə içib, Dostoyevski oxumaqla, sonra da bunun şəklini çəkib statusda paylaşmaqla Andersin halı arasında uçurumlar qədər fərq var. Anders bu haldan zövq almır. Onu da qeyd eləmək lazımdır ki, Anders çox ağıllı biridir. İş görüşməsinin uğursuz olmasına sadəcə qarşı tərəfin kobudluğu səbəb olmur. Anders hələ iş görüşməsinə getməzdən öncə Thomasa zaten çox pis keçəcək cümləsini işlədir. Yəni öncədən buna artıq qərar vermişdi. İstəsə çox rahatlıqla o iş görüşməsini uğurlu bir şəkildə başa vura biləcəykən, vəziyyəti xaosa bir baxma özü dartır. Çünki Anders keçmişin özünə heç cür bağışlaya bilmir. Normal bir həyatı, yaxşı münasibətlər qurmağı, özünə layiq görmür. Ən əsası buna olan inancını itirib və daim içində özünü məhv etməyə nişanlanmış bir silahla gəzir. Gün boyu sadece dondurma yemek istiyorum. Başka ülkelerde yaşamak. İdeal kiloma inip orada kalmak.
Harika bir roman yazmak. Eski arkadaşlarla haberleşmek istiyorum. Bir ağaç dikmek istiyorum. Nefis bir akşam yemeği hazırlamak istiyorum. Kendimi başarılı hissetmek. Buz banyosu yapmak. Yunuslarla yüzmek. Gerçek bir doğum günü partisi vermek. 100 yaşına kadar yaşamak. Ölene kadar evli kalmak istiyorum. Bir şişede coşkulu bir mesaj yollayıp aynı derecede ilginç bir cevap almak. Tüm korkularımın üstesinden gelmek istiyorum. Bütün gün bulutları izleyerek yatmak istiyorum. Antikalarla dolu eski bir ev almak istiyorum. Bir maratonu sonuna dek koşmak, harika bir kitap okuyup güzel cümleleri hayatım boyunca hatırlamak istiyorum. Hislerimi yansıtan harika resimler yapmak. Bir duvarı sevdiğim resimlerle ve sözcüklerle kaplamak, sevdiğim dizilerin tüm sezonlarına sahip olmak, önemli bir konuya dikkat çekip İnsanların beni dinlemesini sağlamak, paraşütle atlamak, helikopter kullanmak, çırılçıplak yüzmek, her gün aradığım türden... Anders bacısı Nina ilə görüşmək üçün bir kafeyə gəlib gözləməyə başlayır. Amma bacısı görüşə sevgilisini göndərir. Özü gəlmir. Anderslə aralarında daha öncə nə baş verdiyini və bacısının niyə ona qarşı bu qədər kinli və məsafəli olduğunu bilmirik. Amma bu mənzərəyə baxanda açıq-aydın görürük ki, səbəb hər nədirsə, bacısı Nina üçün prinsipial bir mövzudur. Bu vəziyyətində belə qardaşı ilə görüşmək istəmirsə, səbəb çox ciddi olmalıdır. Söhbət əsnasında öyrənirik ki, Nina Andersin klinikadan çıxmasına ümumiyyətlə razı deyilmiş. Onun geri qayıdıb müalicəsinə davam etməsini istəyir. Amma nə üçün bunu özü demək istəmir? Niyə onu bu vəziyyətdə tək buraxır? Bu gizlədilir. Valideynləri ilə bağlı da onu öyrənirik ki, Andersin klinika xərclərini ödəmək üçün evlərini satışa çıxarıblar. Başqa heç bir şey. Ümumiyyətlə Andersin ailəsi filmdə sir kimi gizlədilir. Nə bacısı Ninanı, nə də valideynlərini filmdə bir dəfə də olsun görmürük. Onlar haqqında sadəcə kimlərsə nəsə deyir, danışır. Filmdə görmədiyimiz, amma ara sıra vurğu edilən önəmli biri daha var. O da Andersin köhnə sevgilisi Isabel'dir. Anders film boyu dəfələrlə ayrı-ayrı vaxtlarda ona telefon zəng eləyir, mesaj yazır. Amma hamısı cavabsız qalır. Isabel bir baxıma Andersin son ümid yeridir. Filmdə daim görüşmək istədiyi, amma heç vaxt görüşə bilmədiyi insanlardan biridir. Əslində Anders Isabel'i sevmir. Bunu Thomas da ilk görüşündə etiraf eləyir. Amma Isabel'in onu sevdiyindən əmindir. Hətta Isabel'ə göndərdiyi ikinci səsli mesajda belə bir cümlə işlədir. Əgər məni hələ də sevirsənsə, sınaya bilərik. Lakin göndərdiyi mesajların heç birində Isabel'i sevdiyini dilinə gətirmir. Buradan başa düşürük ki, Andersin istədiyi birini sevmək yox, biri tərəfindən həqiqətən sevildiyini hiss etməkdir. Film boyu bütün axtarışı da buna söykənir. Harda olursa olsun, onu həqiqətən başa düşən, sevən və qəbul edən birini axtarır. Amma hər rədd ediliş onda bir krizə səbəb olur. Anders kafedən ayrıldıqdan sonra Thomas'ın onu dəvət etdiyi şənliyə qatılır. Amma biz orada Thomas'ı heç görmürük. Sanki bu mərhələdə artıq Thomas da qaranlığa qərq olur. Anders köhnə dostları ilə rastlaşır. Bu mühit bir bataqlıq kimidir. Bir-birindən xəbərsiz onlarla insan. Amma heç birinin taliyi bir başqasının marağında deyil. Yoldaşlarının Anderslə bağlı deyə biləcəkləri tək şey onun seks həyatı, daha öncə necə çılğın biri olduğu və neçə qızla yatdığına dair lazımsız zarafatlar olur. Bu isə Andersə artıq xoş gəlmir. Bir səhnədə Andersi tanıyan bir oğlan onu yanına çağırıb, keçmişdə yaşadığı məzəli bir hadisəni digər yoldaşları ilə də bölüşməsini xahiş edir. Hadisə qısaca belədir. Anders bir şənlikdə çox içir və səhvən bir qızla yatmaq yerinə onun atasının yatağına gedir və orada birlikdə yatırlar. Görünüşdə gülməli bir hadisədir. Hər kəs də gülmək üçün səbirsizlənir. Amma Anders danışarkən insanlar gülmək əvəzinə ciddiləşməyə başlayır və bir yerdən sonra narahat olurlar. Çünki Anders artıq o həyəcanlı, çılğın insan ruhunu itirib. İstəsə də, özünü məcbur etsə də, artıq o bu mühitə də, bu insanlara da çox uzaq biridir.
Filmi izləyərkən çox incə bir məqam nəzərə çarpır. Andersin özü ilə baş-başa qalmağa təhəmmülü yoxdur. Klinikadaykən yoldaşları ilə birlikdədir. Oradan çıxan kimi köhnə sevgilisinin yanına gedir. İstədiyi nəticəni ala bilmədiyi üçün özü ilə üzləşir, amma buna son vermək üçün dərhal intihara cəhd edir. O da alınmayanda dostu Thomasın evinə gedir. Oradan iş görüşməsinə, oradan bacısının yanına yollanır. Arada bir məqamda çəmənlikdə uzandığı səhnə var, amma orada da yatır. Oyanan kimi isə görür ki, ətrafında heç kim yoxdur və dərhal Thomasın onu dəvət etdiyi şənliyə sığınır. İkinci məqam isə onun həmişə keçmişdə nəsə axtarmasıdır. Yəni o yeni bir addım atmağa, yeni insanlarla tanış olmağa cəhd etmir. Ekranda gördüyümüz üzlərin hamısı Andersə tanış üzlərdir və hamısının Anderslə bağlı qəlibləşmiş düşüncələri var, hətta ailəsinin belə. Bu məqamda Anders üçün ən uyğun addım yeni insanlar, yeni mühit tapmaq olardı. Onun keçmişini bilməyən, onu mühakimə etməyən və yeni bir səhifə açan bir mühit. Amma o köhnə, artıq qaralanmış səhifələrdə yeni bir hekayə yaratmağa çalışır. Çünki nə qədər bataqlıq olsa da bu mühit Anders üçün tanış mühitdir. Bu isə yağışda qurulanmağa bənzəyir. Doktor Gabor Mate deyirdi ki, asılılıq öz kökünü böyük bir utanc duyğusundan götürür. Yəni, müəyyən bir alüdəçiliyi olan insanın qaçdığı şey əslində utanc duyğusudur. Utanmamaq üçün daha böyük bir utanc əl atır və bu proses getdikcə dərinləşir. Bunu Andersdə də görə bilirik. Çevrəsi tərəfindən görə bilmədiyi qəbul hissi onda ciddi bir utanc hissi yaradır. Burada isə utanc duyğusu iki hissiyə ayrılır. Hansısa bir hərəkətdən duyulan utanc. Məsələn, yolda yeriyərkən yıxılırsan və bundan utanc duyursan. Bir də var olmaqdan duyulan utanc duyğusu var. Yəni, yolda yıxılmasan belə, o yolda yeridiyin üçün utanc duyursan. Andersdə bu ikinci növ utancı biz bariz şəkildə görürük. Öncə içki içir, sonra İzabelə mesaj göndərir, qəbul görmür, bu səfər daha çox utanc duyur, sonra bunun üçün daha ciddi bir addım atır, pul oğurluyur, bu səfər yaxalanır və daha ciddi bir utanc yaşayır. Və buna da tab gətirə bilmək üçün daha öncəkindən də ciddi bir addım atır. Filmdə Andersin bu xroniki davranış silsiləsinə barmaq basan bir səhnə var. Anders barda içki içərkən bir adamla göz-gözə gəlir. İzabelin Andersə bir vaxtlar bu oğlanla xəyanət etdiyini öyrənirik. Anders ilk başda oğlandan qaçsa da bir yerdə onunla üzləşməyə qərar verir. Söhbət əsnasında oğlan Andersə davranışlarının problemli olduğunu və bunun alüdəçiliklə bağlı olmadığını bildirir. Yəni demək istəyir ki, sən insanlara davranışlarınla zərər verirsən və bunu da alüdəçi olmağınla əlaqələndirirsən. Amma məsələ tərsinədir. Sən müəyyən davranışlar eləyirsən, insanlara zərər verirsən və sonra bunun ardından alüdəçiliyə baş vurursan. Yəni məsələ alüdəçilikdə deyil. Sənin insanlarla qurduğun ünsiyyət problemindədir. Filmin sonlarına doğru bizdə Andersə dair bir ümid işığının parladığı bir an yaranır. Öncəki bölümdə nə demişdik? Andersə yeni bir mühit və onun keçmişini bilməyən, ona yeni bir səhifə açmağa hazır olan insanlar lazımdır. Bax, bu mərhələdə Anders Yohanna adlı bir qızla tanış olur. Yohanna'nın Andersdən xoşu gəlir və üstü örtülü şəkildə olsa da onunla münasibət qurmağa hazır olduğunu etiraf edir. O günün gecəsi birlikdə əylənirlər, velosiped sürürlər. Amma bir yerdə içimizdə közərən ümid işığı anidən sönüb külə dönür. Hər kəsin hovuza girdiyi bir səhnə var, amma Anders bundan imtina eləyir. Kənarda qalıb onları izləməyə qərar verir. Bir baxıma bu oyunu davam etdirməkdən əl çəkdiyini o an bizə sözsüz şəkildə etiraf edir. Üzündə ara sıra cəryan edən təbəssüm və ciddiyyət onun həyatla olan son rabitəsinin vəziyyətinə işarədir. Bu rabitə az sonra öz yerini qaranlıq bir səssizliyə buraxacaq. Buz kimi bir səssizlik. Artıq bir zamanlar Andersin varlığı ilə doldurduğu bütün mənzərələr boş və səssizdir.
Bəs niyə Anders Johanna ilə yeni bir səhifə açmaq istəmədi? Sualını verdiyinizdən əminəm. Niyə? Çünki Anders içindəki boşluğu başqa birinin doldura bilməyəcəyini artıq anlamışdı. Anders film boyu elə zənn eləyirdi ki, onun problemi sevilməməkdir. O, İzabelin, bacısının, dostlarının onu qəbul etməsinə ümid edirdi. Amma Johanna ilə keçirdiyi xoş, dinc gecə Andersə çox acı bir həqiqəti göstərdi. Dünyanın ən gözəl, ən təmiz insanı belə gəlsə, onun daxilindəki o qaranlıq boşluğu doldura bilməyəcək. Problem ətrafındakı insanlarda deyil, onun öz varlığı ilə barışa bilməməsində idi. Və bu həqiqəti ona hekayədə ən sevmədiyi insana söyləməsə də, həyatın sarkastik bir ifadə üslubudur. Bu gün aylardan avqustdur. 31 avqust. Yer Oslo.